vardı. Elədir. Amma bu ki, ümumiyyədə belə bir paygah ola, belə bir hər şey yoxdur. Mən ümumiyyədə böyümüşəm də. Ümumiyyədə bizim ələviçilik haqqında bir şeyimiz yoxdur. Amma rejim ümumiyyədə ələviçilik ilə bağlı sizə hərəkət yaradır. Və bunun da daha da Tehranın proqramı idi. Ki, Kürtlərlə bağlı 2 dənə bəyannamələr qoymuşam Türkiyəyə qarşı. İndi isə bu hərəkətində ikincisi atəşə gedirəm, həmləyə keçirəm. Amma dediyim kimi, cəmaət elə bir demək ki, güc göstərdi və bu güclə İran şəhri cərəyanına böyük bir cavab verdi. Ki, mən varam və sizin tamam oyunlarınızı bir-birinə pozuram. Bunun dərslərindən siz danışdınız. Mən elə ilk dərsi düşünürəm ki, elə İran şəhri cərəyanı aldı və bildi ki, demək ki, bizim məntəqədə at oynatmaq yeri deyil. Bu məntəqədə edə bilərsən islahatçı, nə bilim, reformist adı ilə hərəkət edəsən, ya mühafizəçi adı ilə cəmaət qarşısında bir-birinə vurasan. Amma eləyə bilmərsən burada Türk kartı ilə bizim cəmaəti vurasan, əzəldən dağıdasan. Təbii rejim çalışır ki, Türk kartı ilə müəyyən özdə bir visə qazana və görsədə ki, Türk savaşı var, mənim ömrüm çoxalmalıdır. Amma bizim bu hərəkət çalışdı, həm İran şəhriyə cavab verdi, həm Kürdə cavab verdi və aparıcı bir qüvvə oldu məntəqədə. Və həm də hakimiyyətə. Təbii, İran hakimiyyətinə. Elə bir cərəyan olub ki, Əli bəy, indi xalq mücahidlər başlayıbdır Türkcə bərnamə qaba aparmaqla Simay azaldılarında. Elə bir bərnamə olubdur ki, indi şahçılar oturub öz işlərində pıqqa-pıqqa elə ki, İran əldən gedir. Da bunun qabağını nə zor ola bilir? Amerika səsində bağlandı. Ondan qabaq Sədai Fərdədə başlamışda bir təhlil edirlər ki, bu nə işdir? Da bunun qabağını nə zor olmaq olar? Əgər ümumiyyədə belə bir hərəkət gedir, bu Ərəbin içində var, Bəluçin içində var, Təbrizdə var, digər şəhərlərdə var, Qaşqayda var. Burada belə bir 100 minlik hərəkət olsa, biz hardan Rıza Pəhləvinin vasitəsilə, nə bilim, xalq mücahidinin vasitəsilə İranın bütünlüyünü qoruya biləcəyik. Yəni, bunlar indi bətər dilhürəyə düşüblər. Yəni, bunlara da bir böyük bir dərs verdi ki, o qədər milyarda pul qoydunuz bu televizyonlarınızda, nəyizdə, bir də götür qoyunca nə qədər qazanıbsınız? Bizim cəmaatımızın, Azərbaycan türlərini nə qədər ürəyini ala bilibsiniz? Heç zat. Yəni, ala bilsəydilər, görsədərdilər. İndi üçün bir dənə hərəkət şahçılıqla, başqa bir ideoloji ilə, solçuluqla bizim hərəkətə getməyib qabağa. Hamısı millətçilik hərəkatı olub. Babək qələsindən tutmuş, iki Xudatdan tutmuş, Urmu gölü ilə bağlı tutmuş, ta indi də Urmu hərəkatı. Və bu göstərir ki, bizdə millətçilik nə qədər güclü və bu Azərbaycan türklərinə böyük bir moral verdi. Yəni, belə bir dərs verdi ki, bu Urmu hərəkatı ki, ey cəmaət, mən sizin arxanızdayam, ey milli hərəkət, mən sizin arxanızdayam, irəli, qabağa gedin, qorxmayın, çəkilməyin, sizin böyük bir gücünüz var dalda. Bu, bizim üçün doğrudan böyük bir başarılı idi. Ki, biz gördük ki, millətimiz bu sürətlə hərəkət edə bilir. Əli bəy, qısa bir zamanın içində İran rejimi 48 saatın içində ki, bərnaməni tökdü. Yəni, bir ay qabaqdan təbliğ eləməmişdi ki. 48 saatda ki, Şuraya şəhərdən filan Mallabaşı dedi ki, Ələvilərlə bağlı bir hərəkət keçiriləcək, Həzrət Əlinin şəhadəti ilə bağlı müəyyən hazırlıq etmişdi buna. İndi müəyyən məhfildə də dedi ki, qorxuda cəmaat gəlməyədi. Olurlar neçə 100 nəfər. Müəyyən məhfildə işlərindən yaydı ki, torpaqdan da pay olmaz, türklər öz dediklərini deyə bilərlər. Elə bu kiçik bu dediklər cəmaatı gördülər ki, milli hərəkət gördü ki, bir imkan vardı ki, az həzinə verməkliklə 100 minlərlə istəyimizi vura bilirik. Aynı traktor məsələsini. Və beləliklə şəhərlərdən əsas Urumiyyə, mən fikirlərim ki, məsələn 500 minin 350 min azı Urumiyyədən, amma 100-150 min də hardan gəldi? Elə Sulduzdan gəldi, aşağı məntəqələrdən gəldi, biraz Təbrizdən gəldi, nə bilim Qoşa çayından, oradan, buradan hər yerdə ki problem var idi, hamısı töküldü gəldi. Yəni, o problemlər ki, təsənnüy halda rejim vasitəsilə düzəldilibdir ki, Kürt kartı ilə məntəqəni vuracaq bir-birinə. Və beləliklə böyük bir güc göstərdi. Azərbaycan təşkilatları daha özlərini gücləndilər, daha bildilər ki, dallarında belə bir güc var. Kürt terror təşkilatları ki, indiyə kimi çalışırdılar ki, müəyyən bir bölüm əlbəttə çalışırdı ki, bizə deyək ki, biz terrordan uzaqdayıq, biz çalışacaq rejimə qarşı, işimiz yoxdur, Urmu məsələsi ilə bağlı. Amma əməldə bəyaniyə ki, verildi,
Komünə Demokrat birlikdə otdular, demək 5 dənə Azərbaycanlı şəhərlərin Kürt bölgəsi elan etdilər. Və göstərdilər ki, bunlar dərs almayıblar. Amma Urmu gölü bunlara dərs verdi. Urmu hərəkatı bunlara dərs verdi. Və beləliklə Kürt terror təşkilatları da mıstılar. Mən fikir edirəm ki, çox zaman çəkər ki, bunlar özlərinə gəlirlər. İndiyə kimi özlərini belə güclü bilirlər, silahlı qüvvələrimiz var, hansı qüdrətlər dalımızdadır. Heç qüdrətlər millətin qüdrəti olmaz. Güney Azərbaycan türkünün eşikdə gücü Türk dünyası, amma aparıcı gücü milləti. Aparıcı gücü ilə xiyabanlara töküldü və bu güclə Kürt terror təşkilatlarını dərmadağın etdi. Yəni bunlar indi terörist siyasi ideoloji baxımından düşünürəm ki, deməyə daha bir sözləri yox. Nə deyəcəklər? Rejimin sayəsində Novruz proqramı keçirdilər. Hamısından yığdılar 5000, 6000, 7000 cəmiyyət. Bizim hərəkat rejim toplamadan millət özü fəqət ürəyində olan Azərbaycan sevgisi ilə xiyabanlara tökdü 100 min nəfərlər. Əgər bu bölgə Kürt bölgəsidir, bu 100 minlər hardan çıxdı qısa zaman içində? Demək, nə mənə təbliğat elədilər ki, daha Sənəndəz paytaxtı, Urmu paytaxtı, Kürdistanın paytaxtı Urmudur. Hamısı silindi. Bir dəfə əsas şüar bu oldu ki, daha Urmu Türkün alınmaz qalasıdır. Və beləliklə demək ki, Azərbaycan yurdumuz, Urmu bozqurdumuz deyərək bozqurd əlamətindən kültürümüzə damğa vurdular. Əli bəy, demək ki, Babəş qələsindən sonra, əlbəttə iki Xudadda da, bir Xudad hərəkatında da müəyyən qədərcə xanımlarımız var idi. Amma bu dəfə xanımların nəqşi çox idi, qızların nəqşi çox idi. Bu çox sevindirici idi. Mahmud bəy, buyurun, sözlü qutarın, mən bunu cəmbəndəliyim. Xanımların olan bir yerdə, demək ki, hərəkət ailələrin içinə gedib, ailələrin içinə gedən hərəkət sınmaz. Və görsədə ki, bunun gələcəyi var. Bunun nəsli ki, tərbiyyət olunur, bəylə, xanımla bəyin vasitəsilə bir ailənin içində, o da millətçiliklə irəli gəlir. Çünki onun anası bozqurd tuta-tuta gəldi xiyabana. Onun qızı, oğlu bozqurd tuta-tuta gəldi xiyabana. Elə oldu ki, o bozqurddan daha Urmuda, o Mallabaşılar heç bir iş görmədilər. Hamısı sustu. Və budur ki, bizim hərəkətdən çoxlu dərs almaq olar. Mən bu dərsləri digər konularda da açıqlayacağım. Buyurun. Çox sağ olun. Mahmud bəy, bilirsən, bir dənə mövzu vardı. Dünənləri mən Clubhouse-da onu gördüm. Bunlar iddia edirlər ki, orada Cumhuri İslami hakimiyyəti yoxdur. Orada təbiiz ki olunur, bizə türklər təbiiz rəva qılır. Biz Kürdə təbiiz olmağı inkar etmirik. Deyirik ki, sistematik bu hakimiyyətdə sistematik bir dənə cat vardı, təbiiz vardı. Bütün, hətta türklərə, hətta Kürtlərə, hətta Bəluçlara, hətta bütün İranda yaşayan millətlərin hamısı, İran, o Leninin bir dənə söz vardı ki, deyir, Rusiya millətlərin zindan yeridir. İndi İran hakimiyyəti də müasir millətlərin zindan yeridir. Yəni, əgər idarələrdə təbiiz olunur, hakimiyyətin siyasətidir ki, bu təbiiz edir. Nə Azərbaycanlılar? Bax, siz bunu necə düşünürsünüz? Deyir ki, biz gedirik Şəhərdarıya, məsələn, Şəhərdarıda bizə təbiiz olunur. Biz gedirik, məsələn, Amuzuşu pərvərişə istihdamda qabağı alınır. Güya türklər bunu istihdam edir. Güya türklər əlindədir bu hakimiyyət və bunlara təbiiz edir. Bax, bu hakimiyyətdən bunlar türklərin yerin əvəz tutmağı necə siz dəyərləndirirsiniz? Bilirsiniz, bunların siyasi aparıcı qüvvələri qəşəng bilirlər ki, bizim heç nəqşimiz yoxdur hakimiyyətin içində. Biz özümüz baskı altındayıq. Bir dənə Novruz bayramını keçirtməyə izin istədilər, vermədilər. Həmin Urmiyyənin Şəhidar Fərhəngi bölümündən gəncilərimiz getdi,
izin istədi ki, izin verin biz bəynama keçidlərin Novruzla bağlı qəbul olunmadı. Halbuki Tehrandan izin verildi ki, kütlə 2 dəfə